Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumruq devizi altında ictimai nəzarət fəlsəfəsini irəli sürən Göyçay rayon sakini, ictimai fəal və video bloger Etibar Həmidoğlu Bəşirov Ucar rayon sakinlərinin çoxsaylı müraciəti əsasında rayon ərazisində neqativ halları çəkib özünə məxsus Göyçay naminə səhifəsi ilə ictimailəşdirdiyi üçün Ucar rayon İcra Hakimiyyəti başçısı Mansur Məmmədovun və onunla əlbir olan bir sıra məmurların təzyiqinə məruz qalıb. Gəlin ətraflı Etibar Bəşirovun özünü dinləyək. Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Mən buradan mətbuat vasitəsilə cənab prezident İlham Əliyevə müraciət edirəm. Cənab prezident, mənim müraciətim bundan ibarətdir ki, mən sizin yerlərdə ictimai nəzarəti gücləndirin çağırışınıza qoşularaq regionda, yəni Göyçay, Ucar, Ağdaş bir neçə rayonda ictimai nəzarət fəlsəfəsini irəli sürür. Deməli, cənab prezident, biz Ucar rayonu ilə bağlı vətəndaşların çoxsaylı şikayətlərini nəzərə alaraq, müraciətləri nəzərə alaraq Ucar rayonunda araşdırma çəkilişlərinə başlamışıq. Həmin çəkilişlərdə səhifəmizdə də var. Görünür kimi Ucar rayonu çox bərbad vəziyyətdə idi. Birinci ilə başlasaq, Göyçay istiqamətindən Ucara gedəndə Ulu Öndərin adına olan mərkəzdən. Mərkəz çox bərbad vəziyyətlidir. Biz ən birinci çəkilişimiz ondan oldu ki, yəni rayonda Ulu Öndərin adına olan bir mərkəzi Mansur Məmmədov icra başçısı çox bərbad vəziyyətdə saxlayıb. Sanitar qovşağı kadrlarda da görürsünüz, olduqca bərbad vəziyyətdədir. Divarlar, ağlaylar, hamısı uçulub tökülüb. Əkilmiş ağaçlar susuzluqdan quruyub, məhv olub gedib. Heydər Əliyev prospektində kanalizasiya luklarının qapaqları yoxdur. Gətiriblər nəzik kardonlar qoyublar ora. Kanalizasiya sistemi sıfıra bərabərdir rayonda. Evlərin kanalizasiya xətləri suvarma axlarına buraxılır. Həmin axlar da rayonda olduqca bərbad vəziyyətdə ifunəti verir rayon. Tibbi maskı ilə gələktirirsiniz ora. Biz də həmin bu halları ictimailəşdirmək özümüzə borc bildik, çəkdik, səhifəmizdə paylaşdıq. Ucar rayon İcra Hakimiyyətinin başçısı Mansur Məmmədov əvvəllər Göyçay rayonunda işlədiyi devirdə burada yaxınlıq elədiyi şəxslər ki var, həmin şəxslər indi hal-hazırda yüksək vəzifələrdədir. Həmin şəxslərlə əlaqə yaradaraq mənə təzyiqlər göstərirlər ki, yəni həmin şəxslər, yəni biz 4 nəfərdən ibarətik, həmin şəxslər Ucar rayonuna girməsinlər, buradakı negativ halları çəkməsinlər, onun qarşısını alın. Həmin şəxslərin vasitəsilə mənə təzyiqlər olunur. Hətta belə deyək, həyatım demək olar ki, təhlükə altındadır. Cənab prezident, mən hər zaman bir şüara xidmət göstərmişəm. Ölkə rəhbəri dəmir yumruq devizi altında ictimai nəzarət fəlsəfəsini irəli sürürəm. Bu şüar altında fəaliyyət göstərirəm. Bunlar isə Mansur Məmmədov, Ucar rayon İcra Hakimiyyətinin başçısı. Həmin bu şüara qarşı çıxaraq bizim Ucar rayonunda yaranmış negativ halları çəkib ictimailəşdirməyimizi, vətəndaşların çoxsaylı müraciətlərini girib çəkməyi qarşı çıxırlar, təzyiqlər göstərirlər. Mən sizdən cənab prezident xahiş edirəm, bu respublikanın bir vətəndaşı olaraq çox xahiş edirəm ki, Ucar rayonunda yaranmış bu özbaşınalığın, Mansur Məmmədovun bizə qarşı olan bu təhdidlərinin qarşısını almasında bizə köməklik göstərəsiniz.